Salam əziz izləyicilər. OTK-nın 14 iyun 2026-cı ildə buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahan suallarının izahlarına baxaq. Sinif 10-cu sinifdir. Nəzərinizə çatdırım ki, onlayn hazırlıqlar üçün qruplara qoşulmaq istəyənlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Demə baxıram birinci suala. Yəni 31-ci sual. Bizə deyir, sahələri S1, S2, perimetrləri uyğun olaraq P1, P2 olan iki oxşar üçbucaqlı üçün S1 böl S2 4 böl 9'dur. P1 çıx. Daha doğrusu orada P2 çıx P1 10 olarsa P2'ni tapın. Biz bilirik ki üçbucaqda, yəni üçbucaqlar oxşar olanda sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni oxşarlıq əmsalı nədir? Üçbucağın digər elementlərin nisbətlərinin kvadratı. Məsəl üçün S1'in S2'yə nisbəti. Burada söhbət nədən gedir? Perimetrdən. Demək P1'in P2'yə nisbətinin kvadratına bərabər olmalıdır. Sahələr nisbəti 4 böl 9'dur. Bu bərabərdir P1 böl P2'nin kvadratına. Sağ sol kök alsaq 2 böl 3 bərabər P1 böl P2. Buradan da görürük ki P1'imiz 2K, P2 3K. Bizə şərtdə verib ki, P2 çıx P1 10'dur. Yəni 3K çıx 2K bərabərdir 10'a, K bərabər 10 olur. Bizdən nə istəyir? P2 istəyir. P2 3K'dır. K'nı 10 tapmışam. Onu vurdum 3'ə 30. Cavab olur nə? 30. Yəni E variantı. Növbəti baxırım 32-ci sual. Demək sinüs kvadrat 17 vur kosinüs 10, kosinüs kvadrat 73 vur kosinüs 70 ifadəsinin deyir qiymətini tapın. Demək fikir verin. Burada baxıram ki 73 17 cəmi neçə eləyir? Cəmi eləyir 90. Demək biz baxın bura, baxın burada. Sinüs kvadrat 17'nin əvəzinə ayrıca yazıram 90 çıx 73 yaza bilərəm, düzdürmü? 90'da ad dəyişir. Olur kosinüs kvadrat 73. Kvadrat deyə rübə baxmağa ehtiyac yoxdur. Onsuz da müsbətdir. Demək biz burada nəyi başa düşdük? Sinüs kvadrat 17'nin əvəzinə kosinüs kvadrat 73 yaza bilərəm. Düzdürmü? Bunu belə bilək. Sonra orada bir də nə var? Kosinüs 10, kosinüs 70. Cəmi neyin 180. Demək mən kosinüs 110 dərəcənin əvəzinə kosinüs pi çıxılsın, yəni 180 çıxılsın 70 yaza bilərəm. Pi'də ad dəyişmir. Kosinüs 70 olur. 110 neçənci rübdür? İkinci rüb. İkinci rübdə kosinüs mənfidir deyə qarşıya mənfi atıram. Demək buradan da başa düşdüm ki kosinüs 110'un yerinə mənfi kosinüs 70 yaza bilərəm. Demək sinüs kvadrat 17'nin əvəzinə kosinüs demək kvadrat 73 vurulsun kosinüs 110'un əvəzinə mənfi kosinüs 70 mənfini attım qarşıya. Nəysə qalsın belə. Üstə gəl. Kosinüs kvadrat 70 3 vur kosinüs 70. Burada əks ədədlər olduğuna görə cəmi nə olur? 0. Yəni D variantı. Növbəti baxıram 33-cü sual. Demək şəkildə AB paralel, CD paralel, alfa çıx beta 40'dır, beta'nı istəyir. Baxın bu nədir? Uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlardır. Hardan bilirik? Biri iti, biri kördür və uyğun tərəfləri nədir? Paraleldir. Bu buna, bu da buna. Ona görə uyğun tərəfləri paralel, müxtəlif adlı bucaqlardırsa, bucaqların cəmi nə olmalıdır? 180 dərəcə. Fərqi şərtdə verilib 40 dərəcə. Yuxarı aşağını toplasam 2 dənə alfa 220, alfa 110. Onda beta da nədir? 70. Cəmi çünki 180 olmalıdır. Beta 70 C variantı. Növbət baxıram 34'ə. 34 demək loqaritma 3 əsasdan x minus 2 üstə gəl loqaritma 3 əsasdan x plus 4 bərabər 3 tənliyin deyir həll ilə. Burada baxıram ki əsaslarım eynidir.
Toplamadıysa ne olur? Vurma olur. Demek x minus 2 vur x plus 4 beraber 3'e. Burada biz bilməliyik ki, logaritmik xassəyə görə, funksiya olaraq, xassə olaraq, yəni olaraq biz x minus 2 sıfırdan böyük olmalıdır. X 2'den böyük olduğunu bilməliyik. Niyə? Çünki buranın müsbət olduğu məlumdur. Yəni müsbət olmalıdır ora. Sonra x üstəgəl 4 böyükdür 0, x mənfi 4'dən böyük olmalıdır. Tapdığımız köklər, baxın bu şərti ödəməlidir. Ödəmirsə kənar kök. Bu da logaritmik tənliyə görə bilir ki, logaritmi 6 ifadə nə veribsə o bərabər nəyə? 3 üstü 3'ə. Yəni 27'yə. Burada da vurub açsam x kvadrat üstəgəl 4x çıx 2x oldu 2x çıx 8 bərabər 27. 27 keçirdim sola. X kvadrat üstəgəl 2x çıx 35 bərabər 0. Toplayanda mənfi 2 vuranda mənfi 35. Mənfi 7 ilə 2'dir. 2 yox 5. Düzdürmü? Bəli. Şimdi baxın. Mənfi 7. Burada ödənirmi? Ödənmir. Bu kənar kök. 5 ödənirmi? Bəli. 5 verəndə 2'dən böyükdür. 5 verəndə mənfi 4'dən böyükdür. Kök olur nə? 5 A variantı. Növbəti baxıram. Demək 35-ci sual. A və B natural ədədləri üçün əkob üstəgəl əbob 126'dır. A bölü B 0.8 olarsa A üstəgəl B cəmini tapın. Demək baxın. A bölünsün B 0.8 nə deməkdir? 5'də 4 deməkdir. Buradan baxıram ki A 4K demək B 5K. Burada baxın nəzərə alsaq demək əkob A-nı yenə yazıram 4K B-yə 5K üstəgəl əbob 4K 5K. Bunların da cəmi nəyə bərabərdir? 126'ya. Demək K burada ortaq çıxartsam 4 ilə 5 qarşılıqlı sadəddir. Əkobu hasili 20'dir. Demək bu oldu 20K üstəgəl 4K ilə 5K dedik qarşılıqlı sadəddir. Yəni K burada ortaq çıxır. 4 ilə 5 qarşılıqlı sadəddir. Əbobu 1'dir. K'ya vurdum K bərabər 126'ya. Bu da olur 21K bərabərdir 126 K bərabər 6'ya. Demək A nə idi? 4K. 6'ya vurdum 4'ə 24. B nə idi? 5K 6'ya vurdum 30. Bizə bunların cəmini istəyir. 24, 30 oldu 54. D variantı. Baxıram 36-cı sual. 36'da sinüs 4x bərabər 1 tənliyinin 0,1 parçasında köklərinin sayını tapın deyir. Baxın sinüs 4x bərabərdir 1'ə. Burada 4x bərabər sinüs 1'i alır. Xüsusi aldı. 90 üstəgəl 2 pi k. Hər tərəfi 4'ə bölsəm pi böl 8 üstəgəl pi k böl 2. 4'ə böldük. Bəli. İndi bizə nə istəyir? Bizə 0,1 parçasında. Yəni 0,180 dərəcə parçası. Demək x bərabər 180'in 8'e bölü neçə düşür? 22,5 dərəcə budur. 90 dərəcə olur. K da budur. K'ya verirəm. Baxın K'ya verdim 0. X oldu 22,5. Bura daxildir mi? Bəli. Biri bu. K'ya verirəm 1. X bərabər 22,5 üstəgəl 90. Bu da eləyir. Demək nə qədər olur? 112 mi olur? 112,5 dərəcə. Daxildir mi? Bəli. K'ya 3 verirəm. 3 nə idi? 2. X bərabər 22,5 üstəgəl. K'ya 2 versəm 180 olur bu. 180 üzərində bunu yəni o 180 plus. Daxil deyil. Artıq 180 aşmış olur. Biz 180'den kiçik 0'dan böyük olmalı dedik. K'ya bir dənə də mənfi 1 versəm olacaq x bərabər 22,5 çıx 90. Bu da mənfi eləyir. Mənfi də 0'dan kiçik deyə parçaya daxil deyil. Bu da aid deyil. Bizə tənlinin köklərinin parçasındakı köklərin sayını istəyir. Neçədən oldu? 2 dənə D variantı.
Demək növbəti baxıram 37-yə. X y demək 5 verib. X y 3 verib. Bizə x kubu üstə y kubu istəyir. Biz bunu cəmi kubuna görə də yaza bilərik. Məsələn, belə yazıq da. X plus y'in kubu. Düzdürmü? Bunu açanda nə var? X kubu var, y kubu var. Buradan çıxır müsbət 3x kvadrat y. Üstəgəl 3x y kvadrat. Demək, yazaram mənfi 3x y vurulsun x plus y. Baxın, biz bunu açsaq, yenə x kubu üstə y kubu. Belə də yaza bilərəm. Kublar cəminə görə parçalayıb da yaza bilərəm. Yəni, problem deyil. X plus y 5'dir. Kubu 125. Çıxılsın 3 vur. X y 3'dür. X y 3'dür. Onu da 3'e vurdum. 9. X plus y de 5. 125 çık 45. Bu da olur neçə? 80. 80 E variantı. Növbəti baxıram. Demək 38. Modul bərabərsizlikdir. Baxın, modulda 2x çıx 5 küçük bərabər 7-dən. Biz bunu necə əldə edirik? Demək, 7-dən kiçik, təbii ki, mənfi 7-dən böyük olmalıdır. Hər tərəfin üzərində 5 gəlsən, mənfi 2 kiçik bərabər 2x, kiçik bərabər 12. Hər tərəfi 2-yə bölsən, mənfi 1 kiçik bərabər x, kiçik bərabər 6. Bərabərsi ödəyən tam ədədlərin cəmini istəyir. Ödəyənlər mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6. Burada bərabər var deyə nədir? Daxildir. Bunlar gedər. Demək 5, 9, 14, 20. B variantı. Növbəti baxıram 39. Tənasübdür. Kənar ədədlərin hasili orta ədədlərin hasilinə bərabərdir. Bu da buna. Demək 3 ax düzdürmü? Bərabər nəyə? 36 a'ya. A sıfıra bərabər deyil. Ona görə mən ixtisar apara bilərəm. Buradan qalır 3x bərabər 36'ya. X də bərabər nəyə? 12. Yəni B variantı. Növbəti baxıram 40-cı sual. Demək 40'da deyir 2 zər eyni zamanda atıldıqda düşən xalların hasilinin sadə ədəd olmaz hadisəsinin ehtimalını tapın. Demək fikir verin. 2 zər atılırsa mümkün halların sayı 36'dır. Bu birinci zər olsun, bu ikinci zər olsun. Zərdə olan xallar bilirik ki 1'dir, 2'dir, 3'dür, 4'dür, 5'dir, 6'dır. Məsəl üçün birinci zərdə 1 düşdü. İkinci zərdə 2 düşsə, hasil 2 edir. Düzdürmü? Bəli. Bunun əksi də doğrudur. Burada 1 düşdü. Burada 3 düşsə, hasil sadə elirmi? Bəli. Bunda bu 3 düşəndə bu da 1 düşər. 1 düşsə 5 olur. 5 onda 1 olar. 1 4 olmaz. 1 6 olmaz. Mürəkkəb olacaq. Sonra başqa nə ola bilər ki? Özünə və 1'ə bölünən ədəd sadədir də. Yəni natural ədədlərdən söhbət gedir. Burada 2'ni nəyə vursan vur, mürəkkəb edəcək. Yəni 1'dən başqa təbii ki. Məsələn 2'ni 3'ə vur, mürəkkəb, 4'ə vur, mürəkkəb, 5'ə vur, mürəkkəb, 6'ya vur, mürəkkəb, 3'ü də eyni zamanda vursa hamısı nə olur? Mürəkkəb olur. Ona görə neçə sadə ədədimiz var bizim bu halda? 1, 2, bir dəqiqə. Belə də ola bilər də. 1, 1 olsa hasili 1. 1 sadə ədəd deyil. Bu olmaz. Başqa da yoxdur. Nə qədər oldu? 6 dənə. Demək, mümkün olan sayı 36. Əlverişli alınan sayı 6. Oldu neçə? 6'da 1. 6'da 1 D variantı. Növbət baxıram 41'ə. Demək, A bərabərdir. Kök altda 11. Çıx 6 kökdə 2. Üstəgəl kökdə 2. Deyir, ədədin tam hissəsini tapın. Yəni, biz ilk olaraq bu ədədi sadələşdirək. Baxın, 6 nə deməkdir burada? 6 burada 2 vur 3 vur kökdə 2. Bu 2 bizə düsturdan gəlir 2 misli. Geriyə qalır 3 kök 2. 3 kökdə 2 nələrin asilidir? 3 ilə kökdə 2'nin. Bu bir A'dır, bu bir B'dir.
A kvadrat üstəgəl B kvadratının cəmi bizə 11 verməlidir. Görə ödəyirmi? Kvadratı 9, kvadratı 2. Toplayanda 11 ödəyir. Çıxma moduna görə həmişə çalışın böyündən kiçiyinə çıxın ki, bizə modulda yəni qarşı mənfi atma söhbəti yaşamayaq. Bu olsun belə. Bu da belə. Kvadrat burada kök itirir. Çıxır modulda 3 minus kökdə 2 plus kökdə 2. Modulda onsuz da biz bayağı ona çalışırdıq ki, modul daxil ifadə müsbət olsun, böyükdən kiçiyinə çıx. Olduğu kimi çıxır. Bunlar gedir. Qaldı 3. Demək bu ədədin tam hissəsi nəymiş? 3. B variantı. Növbəti baxıram. Demək 42. Deyək katitlərin nisbəti 3/4. Hipotenuzu 25 bərabər olan düzbucaqlı üçbucağın daxilinə çəkmiş çevrənin radiusunu tapın. Demək bu bizim düzbucaqlı üçbucağımız. Hipotenuz 25. Katet 3K 4K. Bunda bura nə olur? 5K. Demək 5K 25 isə K oldu nə? 5. Onda bura oldu 15. Bura oldu 20. Daxilə çəkimi çevrənin radiusu. A üstəgəl B çıx C bölü 2'dir. Katet 15. Katet 20. Çıx hipotenuz 25 bölü 2. 15, 25 nə qədər edir? 35. 25 çıxanda 10. 2'ye böldüm 5. Demək 5 hansı variantdır? A variantı. Növbət baxıram 43'ə. A ve B çoxları üçün A fərq B bərabər 2 vur N B fərq A'ya. Birləşmə 24, kəsişmə 56. N A'nı istəyir bizdən. Təbii ki, Venn diaqramından daha gözəldir bunu həll etmək. Demək bura A, bura B. Baxın A fərq B bərabər 2 dənə N B fərq A'ya. N B fərq A'ya bir K yazsam A fərq B 2K olar mı? Olar. Baxın bura K yazıram. A fərq B oldu 2K. Kəsişmə də 6'dır. Birləşmə də bu üçünün cəmi. 2K üstəgəl 6 üstəgəl K bərabər 24. 3K bərabər 18. K bərabər 6'ya. Bizə NA'nı istəyir. NA bu ikisinin cəmidir. Bütövdür NA. Buradan da NA bərabər K 2'dir. Olsun K 6'dır. 2'ye vurdum 12. Üstüne de 6 18. 18 B variantı. Növbəti baxıram 44'ə. Demək sual necədir? Yaxşı görə biləcəm onu. Demək kökün altında 16 çıx x kvadratdır. Yəqin ki o. Məxrəcdə də loqaritma 2 əsasdan ya 3 əsasdan olsun, 2 əsasdan fərq eləməyəcək olsa təyin oblasında. 3 A2. Əsas bizə lazım olan x olan hissədir. İndi baxın, təyin oblasına daxil olan tam ədədlərin deyir cəmini tapın. Sürətə baxıram. Sürət köklü bir funksiyadır. Düzdürmü? Onun təyin oblastı, yəni x'in ala biləcəyi qiymət elə qiymət olmalıdır ki, kökün altı müsbət olsun. Ona görə olacaq 16 minus x kvadrat böyük bərabərdir 0'dan. Buradan da artıq nə olur? 4 çıx x 4 plus x böyük bərabər 0. Bu bərabərsi həll etsək intervalını da həll edə bilərsiniz. Hər tərəfə mənfiyə vurub x kvadratın əmsalı müsbət düşünüb köklərin arasında düşünə bilərdik. İntervalına getməm, belə gedəm. Hər tərəfə mənfiyə vur. Belə olmur. Həmişə nə deyirik? X kvadratın əmsalı müsbət. 0'dan kiçikdirsə, həllər çoxluğu köklərin aralığında. İndi bu bərabər deyə, təbii ki, mənfi 4 parçası. Sürətə görə x baxın bunu alsa, yəni bu aralıqda qiymət alsa mənası var. Düşürəm məxrəcə. Baxın məxrəc normalda baxın bura nə olmalıdır? X minus 1 0'dan böyük olmalıdır. Düzdürmü? Amma baxın bura 1 olsa əgər loqaritmanın qiyməti 0 olurmu? Olur. Məxrəc 0 ola bilərmi? Xeyr. Ona biz bir də qeyd edirik ki, x çıx 1 1 ola bilməz. Yəni x bərabər deyil, 2 ola bilməz. Biz bərabərsi həll etsək,
alırıq ki, x böyükdür 1-dən. İndi 2 də ala bilmədiyinə görə sonuç təyin olması belə olur. 1-dən 2-yə, 2-ni çıxartmalıyam oradan. Birləşmə 2, müsbət sonsuzluq. Bunların nəyi olmalıdır? Kəsişməsi. Çünki x-ə qiymət verməliyəm ki, sürətdə də problem yaranmasın. Yəni, məxrəcdə elə bir inciməsin. Ona görə ortaq bir həll. Yəni, bunların kəsişməsi. Bu da belədir də. Göstərim onu da. 1-dən 2-yə, 2-dən müsbədə. O birisi də təbii ki, mənfi 4-dən müsbət 4-ə. Bura. Bunun kəsişməsi belə olacaq. 1-dən 2-yə, birləşmə 2-dən 4-ə. Belə. Təyin olmasına daxil olan tam ədədlərin cəmi. Daxil olan tam ədədlər 1 ödəmir, 2 ödəmir, 3-dür, 4-dür, cəmi 7-dir. Növbət baxıram 45-ə. Yan tərəfi 13, oturacaqlar 10, 20 olan bərabər yanlı trapesiyanın planşet error verdi. Demək, yan tərəf 13 bərabər yanlı trapesiyadır. Oturacaqlar 10, kiçik oturacaq 10, böyük oturacaq 20. Bizə sahə istəyir. Nə edirəm? Buradan bir hündürlük çəkərəm. Buradan bir hündürlük çəkərəm. Bərabər yanlı trapesiya bilir ki, bu hissələr bir-birinə bərabərdir. Və nəyə bərabərdir? 20-dən çıxıram 10-u, eləyir 10, 2-yə bölürəm 5, 5. Burada 10. Burada gözümüz nə görür? Düzbucaqlı, üçbucaq. Pifagoraya görə h tapa bilərik mi? Bəli. H kvadrat bərabər 169 çıx 25, 144, h bərabər 12. İndi sahəni tapa bilərik mi? Bəli. Düsturumuz nədir? A üstəgəl B bölü 2 vur h. A olsun 20, B olsun 10, bölü 2, H da 12. 20 ilə 10, eləyir 30, 2-yə böldüm 15, vur 12, 180. Sahə oldu nə? 180. Növbəti 46-ya baxıram. Həndəs hissəsində B1 var, 3, Q var, 2. Bizdən ilk 6 ədədin cəmini istəyir. Düsturumuz Sn bərabərdir. B1 vur Q üstü N çıx 1 bölü Q minus 1. Bizə nə lazım? S6 lazım. B1'im 3 vurulsun. Q 2'dir. Hoca 2 üstü 6. N6 yazıram. Çıx 1 böl 2 çıx 1. Bu elədir 1. 3 vur 2 üstü 6 eləyir 64. 1 çıxanda 63. Bu da olur 189. Cavab 189. Növbət baxıram 47-yə. A parametrin hansı müsbət qiymətinə tənliyin köklərinin kvadratları cəmi 20-yə bərabər olur. Demək, x kvadrat çıxılsın. A plus 2 vur x üstəgəl 2a bərabər 0. Tənliyinin deyir, köklərinin kvadratları cəmi 20-yə. Yəni, bizdən elə bir ki, belə istəyir də. Köklərinin kvadratları cəmi 20 olar. Deyir, A hansı qiymət? X1, X2 görən kimi təbii ki, V ağlımıza gəlsin. Köklərinin cəmi ikinci ədədin əmsalının əksi A plus 2 hasil isə 2A. Və burada müxtəsərdə köməkçi düstura görə X1'in kvadratı üstəgəl X2'nin kvadratının yerində belə bir şey yaza bilərik də. X1 üstəgəl X2'nin kvadratı çıx 2x1 x2. Bu bərabər olmalıdır 20'yə. Köklərin cəmi A plus 2'dir. Demək, bunun kvadratı. Hasili 2A'dır. 2'yə vurdum 4'a. Bərabərdir 20'yə. Bunu da kvadrata yükseltsem A kvadrat üstəgəl 4'a. Üstəgəl 4 çıx 4'a bərabərdir 20'yə. Bunlar gedər. Buradan da A kvadrat bərabərdir. Nə olur? 20'dən 4 çıxanda 16. A olur müsbət 4, A olur mənfi 4. Bizə A'nın hansı müsbət qiyməti dediyinə görə müsbət 4 qiymətində. Növbət baxıram 48-ə.
Deyir, çevrə xaricindəki nöqtədən çevrəyə toxunan və kəsən çəkilmişdir. Toxunan uzunluğu 12. Kəsənin çevrə xaricində qalan hissəsinin uzunluğu çevrə daxilində qalan hissəsinin uzunluğundan 2 sm qısa olarsa, kəsənin çevrə daxilində qalan hissəsinin uzunluğunu tapın. Baxın, bu bizim çevrəmiz. Çevrənin xaricində bir A nöqtəsi olsun. Buradan bir toxunan çəkilib, bir də kəsən çəkilib. Kəsən deyəndə birisi də yəni, bura qədər. Çöl hissə sayılmır. Belə. İndi baxın, şərtdə nə deyirdi bizə? Toxunan uzunluğu 12. AB toxunan olsun. AB'nin uzunluğu 12. Kəsənin çevrə xaricində, buradan söhbət gedir, qalan hissəsinin uzunluğu çevrə daxilində, buradan söhbət gedir, qalan hissəsinin uzunluğuna 2 sm qısadır. Demək ki, bura x-sa, bura x minus 2'dir. Bu, bundan 2 sm qısadır. Toxunan kəsən qaydası nə idi? Toxunanın kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vurulsun ümumi kəsənin uzunluğu. Yəni x-a. Bu olur x kvadrat çıx 2x. Digəri 12 kvadrat 144. Keçdi digər tərəfə mənfi 144 bərabər 0. Bu da hansı ədədləri toplayanda müsbət 2. Vuranda da 144. Bir dəqiqə üzrü say. Ümumi uzunluğu mən nə x götürürəm? Buradan bura 2x minus 2 daxil. Toplayıb x'lar aparmışam. Demək bu olur. 2x minus 2. Bütöv uzunluq. Topla da bunu. 2x minus 2. Buradan demək nə olur? 144. Düzdürmü? Vur bərabərdir. X minus 2. Digərinə də 2'ni çıxarım və sadələşdirək. 2'lər getsin. Qaldı burada x minus 2 vur x minus 1. Onu da vurup açsam x kvadrat çıx 3x plus 2 bərabər 144'də 2'ye 1 72. Buradan da x kvadrat çıx 3x 2'dən 72 çıxanda mənfi 70 bərabər 0. Toplayanda müsbət 3, oranda mənfi 70. Bu 7 teoremi. Bu da müsbət 10'dan mənfi 7'dir. Toplayanda müsbət 3 olur. Təbii ki, buradan məsafədən söhbət gedir. Olur 10. Bizə nə istəyir? Kəsənin çevrə daxilində qalan hissənin uzunluğu. Söhbət buradan gedir. O da elə x-dir. X-də nə tapmışam? 10 tapmışam. Cavabımız olur 10. Növbət baxıram 49. Demək 49. Burada nə deyir? Bir şirkətin server otağına giriş üçün 6 rəqəmli təhlükəsizlik kodu təyin edilir. Demək rəqəmlərimiz nədir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Çoxluğunun elementlərindən seçilir. Demək biz bu elementlərdən yəni istifadə edərək kod tərtib eləməliyik. 6 rəqəmli. Baxın 6 rəqəmli bir kod tərtib eləməliyim. 1, 2, 3, 4, 5, 6. Baxın kod bizə şərt qoyur. Kod necə olsun? Deyir rəqəmləri təkrarlanmasın. Yəni mən bura 1 yazmışamsa bir də belə 1 yazmam. 1'i bir dəfə yaz yəni. Bunu demək istəyir. İlk 3 rəqəm tək olan. Baxın ilk 3 rəqəm tək olsun. Digərləri nə olur olsun deməkdir də. Şərt qoyur. Deyir ilk 3 rəqəmi tək olan neçə müxtəlif təhlükəsizlik kodu təyin etmək olar. İndi qulaq as. Vurma prinsipinə görə gəl baxaq. Görə əlimizdə neçə dənə tək ədədimiz var? 1, 2, 3, 4, 5 dənə tək ədədim var. 5 dənədən birini yazdım bura. Məsəl üçün 3'ü yazdıq. Əlimdə neçə tək ədəd qaldı? 1, 2, 3, 4 dənə tək ədəd qaldı. 4'ünə birini bura yazdım. Məsələn 1'i yazdım. Neçəsi qaldı əlimdə tək ədəd? 3 dənə tək ədəd qaldı. Düzdürmü? Bəli. Aha. Bu da olsun. Tamam ki 9 yazmışam. İndi neçə dənə qaldı geridə ədəd? 1, 2, 3, 4, 5, 6 ədədimiz qaldı. Düzdürmü? Cəmi 9'da elə bir 3'ü yazılıb 6'sı qaldı. 6'sından birini buraya yazaram. 5'indən birini buraya yazaram. 4'ündən birini buraya yazaram. Bu da nə qədər eləyir? Demək bu oldu 20. 3'e vurdum. Neçə oldu? 60. Onu da vurdum buna. 360. Onu da vurduq.
20'ye. Oldu 7200. Demək növbət 49 nə oldu? 7200. Demək 50'ye baxıram. Deyək xaricdən bir-birinə K nöqtəsinə toxunan iki kongruent çevrənin, yəni radiusları eyni. O1 O2 mərkəzləri ABC bərabər tərəf üçbucağının AC tərəfi üzərində O1 O2 12 MB NK dörtbucaqlısının perimetrini deyir tap. Üzərində göstərək. Demək nədir? O1 O2 12'dir. Bax. Bunun radiusları eynidir, düzdürmü? Bunu bir tane o tərəfə eləyim bunu. Demək radiuslar 12 radiusu eynidirsə, kongruent çevrə daxil. Baxın buradan bura baxın 12'dirsə, onda belə çıxır ki bu nədir? Bura 6'dır, bura 6'dır. Onda bura da 6'dır, bura da 6'dır. Bu bərabər tərəfli üçbucaq olduğuna görə buradan bura nə qədər oldu? 24. Demək baxın buradan burada 24'dür, buradan burada 24'dür. Məndən nə istəyir? M. Bizdən M. MB beyanı. Həbə bizə bura və bura. Bizə baxın buranı istəyir. Bunun perimetrini istəyir. İndi qulaq as. Bu çevrədə iki vətər diametr söykənəsi arasında bucaq 90'dır. Bu bərabər tərəfli üçbucaqdırsa, baxın bura nədir? 60'dır. Diqqətlə qulaq asın. Bura 60'dır. Onda bura nədir? Bura 30'dur. 30'un qarşısına kat et. Hipotenuzun yarısı. 12'nin yarısı. Bura olacaq 6. Bura nə olacaq? Bura olacaq 6 kök 3. İndi bütöv bura 24 olmalıdır axı. Bərabər tərəf üçbucaq. Onda bura düşdü nə? 18. Burada da eyni məsələ. Bura 60. Bura 30. 30'un qarşısı. Hipotenuzun yarısı. 12'nin yarısı. 6. Bura 6 kök 3. Bura bütöv. Neçədir? 24. Bura düşdü 18. İndi perimetr. MB NK. Perimetr buradan gelir söhbət. Bu dört bucaqdan gelir söhbət. Demək perimetri bərabərdir. 2 dənə 18 36. 2 dənə 6 kök 3 oldu 12 kök 3. Buradan da 12'ni ortaq çıxartsam 3 üstə gəl. Nə? Kök 3. Perimetr olacaq belə. Bir dənə şərtə baxaq, nəsə itirmədik. Xaricdən bir-birinə K nöqtəsində toxunan iki kongruent çevrə. Yəni radiusları eynidir. Kongruent bərabər deməkdir. ABC bərabər tərəf üçbucaq. Aha. AC tərəfi üzərində O1 O2 12. Vəssam radiuslar eynidir. 6 6. Bura bütöv oldu 24. 30'un qarşısı. Hipotenuzun yarısı. 12'nin yarısı 6. Əla. Sonra baxıram 51'ə. Demək 51'də nə deyir? Deyir bağban düzbucaqlı formasında olan, bu dəfə otaka fikir verirsiniz, tam dim formasında baxın, ətraflara fikir verin, şərtlərə. Məsələlər və şərtlərin biraz həcmi, yəni böyük formada. Dimdə də elədir də, ətrafı da gələndə qorxursunuz. Şərti görürsünüz, qorxursunuz. Yəni gözünüz məncə belə olması yaxşı, gözünüz öyrəşir. 51'də nə deyir? Deyir, bağban düzbucaqlı formasında olan gül sahəsinin ətrafına eyni, yəni daha doğrusu ətrafına eyni, hər yerdə eyni olan cığır çəkilməlidir. Gül sahəsinin eyni 8 metr, uzunluğu isə 10 metrdir. Cığırla birlikdə ümumi sahə 120 metr kvadrat olarsa, cığırın enini neçə metr olduğunu hesablayın. Demək, bizim bir dənə bağımız belə bir düzbucaqlı. Belə bir düzbucaqlıdır.
Demək, düzbucaq formasında olan gül sahəsinin ətrafına eni hər yerdə eyni olan cığır çəkilməlidir. Hətta buradan elə bir ki, belə bir şey olacaq da. Bax, təsəvvür bura cığır da. Böyle bir cığırdı. Bakın bura. Bura cığırdı elə bir ki. Bu sarı renk cığırdı. Ve her yerde deyir eynidir. Yani burada mesela için 1 metre, burada 1 metre, burada 1 metre, burada 1 metre. Bunu belə başa düş. Deyir gül sahəsinin deyir babanın düzbucaq formasında olan gül sahəsinin ətrafına eni hər yerdə eyni olan cığır çəkilməlidir. Demək, baxın gül sahəsi, baxın burada gül sahəsi. Bunun eni 8, uzunu 10'du. Cığırla deyir birlikdə ümumi sahə 120'dir. İndi qulaq as. Mesela burada x-dırsa, buradan burada x-dırsa, buradan burada x, buradan burada x. Onda uzun nə qədər oldu? Uzunu oldu 10 plus 2x. Düzdür mü? X buradan, x buradan. Cəmi bütöv buradan bura oldu nə? 10 plus 2x. Bura 8'dir. Yuxarıdan aşağıdan x, x. Oldu 8 plus 2x. Şimdi ümumi sahə 10 üstə gəl 2x. Burası 8 plus 2x. Bərabər olmalı nə? 120'ye. Cığırın eni neçə metr olduğunu hesablayın deyir. Yani biz x'i tapmalıyıq. Bunu vurup açıram 80. Üstə gəl 20x. Üstə gəl 16x. Üstə gəl 4x kvadrat. Çıx 120 bərabər 0. Buradan oldu 4x kvadrat. 20 ile 16 36x. 80'den de 120 çıxdım. Mənfi 40 bərabər 0. 4'e bölsəm hər tərəfi. Oldu belə. Toplayanda mənfi 9. Ona da mənfi 10. Mənfi 10 ile 1'dir. Elə 1 demişdim de təxmini. Düz demişəm. Neyse option 1 metr. Cığırın eni de neçə metrdir? 1 metr. Yani hər tərəfdən 1 metr eni yani 1 metr olan cığır qazınıb. Baxıram 52. Nədir? Düzbucaqlı paraleliped formalı bağlamanın tilləri ardıcıl cüt ədədlərdir. Bu bağlamanın bütün tillərinin uzunluqları cəmi 70 olsa bağlamanın həcmini tapın. İndi qulaq as. Bizim elə bir ki düzbucaqlı paralelipedimiz var bir dənə. Demə baxın. Belə bir paraleliped olsun. Bizə nədir? Düzbucaqlı deyil paralelipedin formalı bağlamanın tilləri ardıcıl cüt ədədlərdir. Məsəl üçün bura daim ki 2n-dirsə, bura olsun 2n plus 2. N yazarı fərqinə ki. Bura n'dir. Bura olsun n plus 2. Bura olsun n plus 4. Yani bizim n'imiz burada cüt ədəddir də. Hər hansı bir cüt ədəddir. Üzərinə 2 gəldim. Oldu belə. Deyir bu bağlamanın bütün tillərinin uzunluqları cəmi 72. Baxın. Düzbucaqlı paralelipedin tillərin cəmi nəyə bərabərdir? 4 vurulsun A üstə gəl, B üstə gəl, C. Niyə? Çünki n'dən 4 dənə də. Baxın 4 dənə n var. 4 tane n plus 2 var. 4 tane n plus 4 var. Bakın bu bərabərmiş nəyə? 72'ye. Buradan da A üstə gəl, B üstə gəl, C'nin 18 olduğunu bildim. A elə bir ki n'dir. B n plus 2'dir. C n plus 4'tür. Bu 18. Buradan olur 3n bərabər 2 ilə 4 neçə eləyir? 6. 18'den de 6 çıx 12. N oldu 4. Bizə bağlamanın həcmini istəyir. İndi n4'dürmü? Bəli. N4 isə bura 4.
Baxın bura 4. 4 versəm bura olur 6. 4 versəm bura olur 8. Həcm nədir? A vur, B vur, C. A'sı 4, B'si 6, C'si 8. Bu da neçə eləyir? 24 192 mi olur? Bəli. Həcm oldu 192 santimetr kub. Yəni ətraflı suallarda həmişə bu santimetr kubu falan qeyd edin. Növbət baxıram 53-ə. Demək 53-də nə deyir bizə? A və B şəhərləri arasında məsafə 360 km-dir. A şəhərindən B şəhərinə doğru 60 km/saat sabit sürətlə, yəni sürət dəyişməyib, avtobus yola düşür. Avtobus yola düşdükdən 1 saat sonra B şəhərindən A şəhərinə doğru 90 km/saat sürətlə minik avtomobili hərəkətə başlayır. Avtobus yola düşdükdən neçə saat sonra minik avtomobili ilə görüşər? Qəşəng məsələ. Belə məsələlər çoxlu işləməlisiniz. Buraxılışda belə məsələlər çox yer verilir. Baxın. A şəhərindən B şəhərinə baxın buradan avtobus düşür. 60 km/saat sürətlə. Yazıram VA, yəni avtobus. Sürəti 60'dır. Buradan düşdü. Bir dəqiqə. Baxın buradan avtobus düşür belə. Sonra nə olur? Avtobus yola düşdükdən 1 saat sonra, elə bir ki, məsələ üçün belə deyək də, avtobus elə bir ki, 1 saat sonra gəldi bura. Məsələ üçün. Baxın, buradan bura 1 saat yol gəldi. Sonra nə baş verdi? B şəhərindən, yəni buradan, minik A şəhərinə doğru saat, elə bir ki, sürəti minik avtomobilin sürəti 90'dır. O yola düşür. Avtobus yola düşdükdən neçə saat deyir sonra minik avtomobillə görüşər. Ya belə düşünək. Baxın, bu da buradan da minik avtomobili yerə elə bir yola düşür. Bu şəkildə. Məsələ üçün gəldi, görüşdülər burada. Ya belə düşünək. Gəldi, görüşdülər burada. Buradan bura x saata. Elə bir ki, məsələ bax. Avtobus buradaydı, minik avtomobili buradaydı. Avtobus buradan bura x saat gəlir. Onda belirtsə minik avtomobili buradan bura x saat gəlir. Düzdür mü? Demək, baxın, bunlar burada görüşürlər. Baxın, görüşürlər. Görüşəndə avtobus çıxdığı nöqtədən neçə saat yolda olmuş olur? X plus 1 saat. Minik avtomobili neçə saat yolda oldu? X saat. Düzdür mü? Düzdür. İndi bunların gəldiyi yolların cəmi. Baxın. Buradan bura avtobus gəldi. Buradan burada minik avtomobil gəldi. Bunların getdiyi yol bütöv 360 olacaq. İkisinin cəmi. Çünki AB şəhərləri arasında məsafə 360'dır. Baxın, buradan bura 360 kilometr. Demək, gedilən, baxın, yolu tapmaq üçün sürəti zamana vursam yolu verərmi? Avtobusun getdiyi yolu tapıram. Minik avtomobilin getdiyi yolu tapıram. Getdiyi yolları toplasam ümumi yolu verir. Bu da olacaq 60x üstəgəl 60 üstəgəl 90x bərabər 360'am. Bu da 150x bərabər 300'ə. X bərabər 2'yə. Demək, bizə nə istəyir? Deyir, avtobus yola düşdükdən neçə saat sonra minik avtomobilə görüşər. Baxın, buradan yola düşmüşdü. Buradan bura x plus 1 saat keçdi. Avtobus üçün. X 2'dirsə 3 saat. Avtobus 3 saat sonra görüşəcək. Çıxdığı nöqtədən 3 saat sonra. Minik avtomobil isə 2 saat sonra görüşəcək. Baxıram 54'ə. Deyim, mağaza 450 mililitr həcmində 80% spid tərkibli dezinfeksiya edici məhlul hazırlamaq istəyir. Ambarda isə yalnız 90%, 60% spid məhlulları var. Tələb olunan qatılığı almaq üçün hər məhluldan nə qədər istifadə edilməlidir? Demək, mağaza 450 mililitr həcmində 80% spid tərkibli dezinfeksiya edici məhlul hazırlamaq istəyir. Yəni ümumi çəkisi 450 mililitr olsun, 80% olsun.
Ambarda isə 90%li 60% spirt məhlulları var. Gəlin belə götürək də. Baxın 90%li nə qədərdir? Elə bir ki 90%li məhlul elə bir x qramdır. Bunun içində spirt 90%dir. Digəri də 60%li elə bir y qramdır. Bunun da tərkibində elə bir ki bu qədər spirt var. %60 x yox y spirt var. İndi qulaq as. Mən nə edirəm? Yox, gəl şərti belə qoyaq. Ambarda bu qədər məhlul var deməyək. Bizə elə bir lazım olan, elə bir 90%li spirtdən, məhluldan bu qədər götürmüşəm elə bir ki. 60% məhluldan da bu qədər götürmüşəm. Belə düşünək. Bunların cəmi, baxın, bunların cəmi 450 qram eləməlidir. Düzdürmü? 450 mililitr həcmində neçə faiz olmalı? 80%. Gedirəm buradan 450-nin 80%-ni tapım. Görüm nə qədər spirt lazımdır mənə. Bundan bu qədər, bundan bu qədər. Qalır nə qədər? 8-i vur 45-ə. 360. Demək, ikisinin birlikdə qarışığı 360 qram olmalıdır. Demək, 90% məhluldan bu qədər götürmüşəmsə, onun tərkibində %90x spirt var. 60%li məhluldan bu qədər götürmüşəmsə, onun da tərkibində bu qədər spirt var. Və bu spirtlərin cəmi bizə 360 verməlidir. Niyə? Çünki 450-nin içində 80% bu qədər spirt olur. Buradan sistemi tənliq eləyərəm, x, y taparım. Demək, nə eləyərik? İxtisar eləyək. 90, 60, 360. Hamısı nəyə qədər? 30-a getsin. 30-a getsin. 3 qalsın. 2 qalsın. 12 qalsın. Düzdürmü? Bəli. Oldu x plus y bərabər 450. Buradan da sonra aşağının da hər tərəfi 100'ə vursam. Olacaq 3x üstəgə 2y. 12-nə 100'ə vuranda 1200. Biz olsa x də lazımdır. Yuxarını da 2'yə vur elə. Elə olsun 2x üstəgə 2y bərabər 900. Baxın, buradan bunu çıxdım. 3x-dən 2x çıxdım. Qaldı x. Y-lər gedər. 1200-dən 900 çıxdım. 300. 300 qram bundan aldım. Getdim yerinə yazıram. Eləyir 600. 2y bərabər 900-dən də 600'ü çıxsam 300. Y də bərabər 150. Demə mənə deyir ki, tələb olunan qatılığı almaq üçün hər məhluldan nə qədər istifadə olunmalıdır? Heç nə. 90% məhluldan 300 qram, 60% məhluldan isə 150 qram almalıyam ki, bunları qarışdıranda 450 mililitr həcmi alım və tərkibində 80% spirt olsun. Qəşəng. Baxıram 55'ə. 55'də deyək, futbolçu topu yerdən zərbə ilə havaya vurur. Topun yerdən hündürlüyünün h metr ilə zamandan saniyə asılığı bizə bir asılıq verib orada. Demək, 55 ht bərabər -5 t kvadrat üstəgə 20 t. Düsturla ifadə olunur. Topun qalxa biləcəyi maksimum hündürlük neçə metrdir? Bax, elə bir ki, topu buradan vurmusan. Top qalxır belə, düşür belə. Düzdürmü? Bizə maksimum hündürlük, baxın burada, maksimum hündürlük buradır. Bu əslində nədir? Kvadrat funksiyada ən böyük qiymətdir. Kvadrat ifadə elə bir ki, mən sənə ən böyük qiymətini tap deyirəm. Ən böyük qiyməti deyil. Ən böyük qiymət necə tapsan? Onun sinifsiz törəmə demirəm. N ilə tapa bilirəm də. N bərabər 4ac çıx b kvadrat böl 4a. A'sı -5'dir. 4'a vurdum -20. C 0'dır, yoxdur. B kvadrat 400 bölünsün 4a. A'da -5, -20. -400'dən -20'ye vurdum 20. Baxın, maksimum top qalxa biləcəyi maksimum hündürlük
20 metr olacaq. Funksiya kimi baxmaq lazım bu tip suallara. Bu da sonuncu sualıydı. Sağ olun. Hər birinizə uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayaq.